İkinci yıl rətten şunda isim astında 3-cü buğun vakilləri arasında konkurs uza. Jеңüşlərinə Respublikanın Dövlət Soveti reisi Fərid Mühəmmədçin böləklədi. Respublika Veteranlar Soveti icadi yarışlarını 2 etapta uzdıra. Başta Tatarstan boyunca soylab alı turu uzdı. Onları başqalabız qozanda türlü nominatsiyalarda en yaxşı işlərini soylab aldılar. Bu fotografiyalar, kartinalar, ağaçtan yoki metaldan işlənmələr. Uzğan yıl öz işlərin 2000 qatnaşucu təqdim etsə, bu yıl onların sonu 3000 idi. Bарлıq xizmətlərini də Veteranlar Soveti vakilləri gənə түгел, mədəniyyət, sənğət һәм гамәли ijad өлkəsindəki bilgiçilər də bəylədi. Jеңügə 60 veteran dəğva qıldı. Fərid Mühəmmədçin veteranlarga aktiv turmuş pozisiyalar üçün rəhmət bildirdi. Үсеп килүче буынга үз тәҗрибәсен тапшырырга кушты һәм халык традицияларын саклау мәсьәләләре илебезнең үзгәрми торган кыйммәтләре дип ассызыклады. Bu konkursta bizden bu yıl katlaştı bарлыгы 3000'e yakın kişi. Ülkeler arasından 8000'den artık iş tapşırdılar rayon köleminde. Şimdi Respublika köleminde 300'den artık işi kabul edildi. Büyük talantlı kişiler var. Kol işi boyunca da, şiir yazısı boyunca da. Onlar profesyonel değil. Onlar yolga çıkkaç özlerinin talantlarını açtılar. Yine şularga şunu mümkünçilik veriyor. Respublika köleminde onların işlerini göstertebiliyor, kişilerin şahsiyetlerini göstertebiliyor. İlk kere gidip bizim için.